Sultan Bey, ilkin olaraq İranda hal-hazırda baş verənlər və bunların arxa pərdəsi ilə bağlı sizin fikirlərinizi eşitmək istərdik. Bilirsiniz, Züleyxa xanım, məlum məsələdir ki, İranda dekabrın 28-dən etibarən etiraz dalğaları baş verməkdədir və etiraz dalğalarının ilkin səbəbi ölkədəki sosial-iqtisadi problemlər, xüsusilə də realın dəyərinin dəfələrlə aşağı düşməsi, hətta qara bazarda 1 dolların 1 milyon 600 min reala yaxın qiymətə satılması səbəb oldu ki, bunun əsasında İranda bazari təbəqə, yəni tacirlər, sahibkarlar adlanan qruplaşmaların etiraz etmələri ilə nəticələndi. Amma sonradan biz gördük ki, bu iqtisadi məqamlar arxa fona keçərək daha çox siyasi sloqanlar, deməli, hakimiyyətin dəyişikliyi çağırışları deməli, irəli sürülməyə başlandı. Və bu etiraz dalğaları çox qısa zamanda İranın fərqli şəhərlərini, bəzi mənbələrə görə hətta 150-yə yaxın şəhərini əhatə etdi və burada sözsüz ki, bir sıra məqamları qeyd etmək lazımdır. Bilirsiniz, 8 il əvvəl İranda artıq birinci dəfədə deyil ki, geniş miqyaslı etiraz dalğaları baş verir. Bundan əvvəl 2022-ci ildə Məhsə Amini ilə bağlı var idi. Daha sonra 2019-cu ildə çox böyük aksiyalar vardı. Yüzlərlə insan orada həlak olmuşdu. 2009 Yaxud Hərəkat və s. Amma bu dəfəki etiraz dalğaları digərlərindən nə ilə fərqlənir? Əsas o məsələdə fərqlənir ki, bugünkü gün biz bilirik ki, İrana daxildən və xaricdən ciddi təzyiqlər vardır. 8 il əvvəl ölkənin daxilində həm sanksiyalardan, həm də İranın daha çox proksilərə və hərbi istiqamətə pul ayırması səbəbindən deməli, ölkənin sosial-iqtisadi problemlərinin get-gedə daha da genişlənməsi. Digər tərəfdən də İranın beynəlxalq və regional arenada da artıq əvvəlki gücünə malik olmamasıdır. Bilirsiniz ki, son 2 ildə İranın proksi gücləri müqavimət ayparası adlandırdığı o gücləri xeyli zəifləməkdədir. Həm Yəməndə, həm deməli Livanda, həm Suriyada hakimiyyət dəyişəndən sonra İran regionda kifayət qədər dayaqlarını itirib və bu da sözsüz ki, İranı deməli artıq nisbətən zəifləmiş İranda etirazların baş vermə ehtimalını və bu cür etirazların eyni zamanda xaricdən dəstəklənmə ehtimalını da artırmış olur. Biz bilirik ki, etirazların ilk günlərindən ABŞ və İsrail kimi ölkələr deməli, bu etirazlara dəstəyini açıq-aşkar şəkildə irəli sürdülər. Hətta Donald Trump belə bir ifadə işlətdi ki, əgər İran hakimiyyəti etirazçılara qarşı deməli, gücdən istifadə edərsə, o zaman ABŞ müdaxilə edəcək. Yəni, belə bir intimidasiya taktikasından istifadə etdi ABŞ. Çünki aydın məsələdir ki, həm ABŞ, həm də İsrail İranda hakimiyyət dəyişikliyinin baş verməsindən və ABŞ-a, İsrailə daha loyal birinin hakimiyyətə gəlməsində maraqlıdırlar. Amma sözsüz ki, etiraz aksiyaları biz görürük ki, bugünkü gündə fərqli istiqamətdə deməli, cərəyan etməkdədir. Son günlər xüsusilə də yanvarın 8-dən sonra daha dəqiq desək və videolardan görürük ki, istər məscidlərin yandırılması olsun və s. Və burada sözsüz ki, xarici güclərinin əlinin olması da bu baxımdan istisna olunmamalıdır. Bu eyni zamanda da bir məqam da burada vacibdir ki, etirazçılar, deməli, bir qism etirazçılar Pəhləvinin adını çəkirlər. Bilirsiniz ki, Pəhləvi həm İsrail, həm də ABŞ tərəfindən, ABŞ-dakı müəyyən kəsimlər tərəfindən belə deyək, dəstəklənir. Daha çox İsrail mediası, deməli, Məhəmməd Rıza Şah Pəhləvinin oğlunun hakimiyyətə gətirilməsi məsələsini gündəm eləyir. Amma düşünürəm ki, artıq bunu yeri gəlmişkən İsrail mediası özü də etiraf edir ki, Pəhləvi etirazçılara liderlik etmək baxımından uğurlu bir seçim deyildir. Çünki Pəhləvi rejimindən İrandakı xüsusilə də etnik nümayəndələr, fərqli etniklərin nümayəndələri heç də az görməyiblər. Biz bilirik ki, hələ 1946-cı ildə 21 Azər hərəkatı nəticəsində yaranmış deməli, Azərbaycan hökuməti süquta uğradıqdan sonra məhz Pəhləvi rejimi oradakı Azərbaycanlılara qarşı divan tutmuşdu, xeyli Azərbaycanlının ölümünə səbəb olmuşdu. Yəni, bu rejim mövcud olduğu müddətdə etnik Azərbaycanlılara qarşı çox böyük haqsızlıqlar həyata keçirib və sözsüz ki, güneyli soydaşlarımız da bunu unutmurlar və bu baxımdan Pəhləvinin İran daxilində dayaqları bir o qədər də böyük deyil. Çünki bu rejimin özü də həm
birincisi demokratik bir rejim deyildi. İkincisi də ki, bu rejimin əsas siyasi qayəsi daha çox fars mərkəzliyinə dayanırdı ki, bu da digər etnik qrupların, o cümlədən Azərbaycanlıların maraqları ilə üst-üstə düşmür. Bugünkü gündə biz baxırıq ki, elə məhz bu səbəbdən də, yəni etirazların belə deyək də ümumi qəbul olunan bir liderinin olmaması və dağınıq olması səbəbindən biz görürük ki, artıq İran rəsmiləri də bəyanat verdilər. Hətta Abbas Əraqçı da bəyanat verdi ki, artıq vəziyyət nəzarət altındadır. Düzdür, fərqli şəhərlərdə müəyyən deməli etirazlar hələ də davam etməkdədir. Amma rəsmilərin dediyinə görə əksər hallarda, əksər şəhərlərdə artıq kütləvi etirazlar olmaqdadır və bu da nədən irəli gəlir? Biz görürük ki, yanvarın 8-nə qədər İran hakimiyyəti əsasən fərqli taktika deməli işə saldı. Söhbət nədən gedir? Bir növ təmkin nümayiş etdirərək etirazların daha da bir növ genişlənməsini və kimlərin etirazlara qoşularaq hansı addımlar atacağını gözlədi və ondan sonra sanki bunu fürsət bilərək o etirazlara qarşı belə deyək də dırnaqarası təmizlik aksiyalarını həyata keçirməyə başladı. Artıq əvvəllər, yəni etirazların ilk vaxtlarında daha çox bəsis gücləri və polis qüvvələri etirazlara cəlb olunurdusa, biz sonraki günlərdə gördük ki, Sepahın və ordudan da deməli etirazların yatırılmasına cəlb olunanlar oldu və yanvarın 8-nə kimi olan ritorika ilə, yanvarın 8-dən sonra olan ritorikada da biz İran hakimiyyəti tərəfindən deməli böyük dəyişikliyin fərqindəyik. Çünki yanvarın 8-nə kimi danışıqlar gündəmdə idi. Hətta Məsud Pezeşkiyan deməli etirazların haqlı olduğunu bildirərək onlarla danışıqlar yoluna üstünlük vermişdi. Dekabrın 31-də hətta Pezeşkiyanla onlar arasında görüş baş tutdu. Deməli bazar təbəqəsi arasında, nümayəndələr arasında görüş baş tutdu. Amma yanvarın 8-dən sonra biz görürük ki, ritorika dəyişdi. İran rəsmiləri istər Əli Larizani misal üçün bu etirazları 12 günlük müharibənin, 12 günlük İran-İsrail müharibəsinin davamı adlandırdı. Daha sonra məclisin rəhbəri Məhəmməd deməli Bağır Qalibov özü də sərt açıqlamalar verdi. Etirazların arxasında Amerikanın, İsrailin rol oynadığını qeyd etdi. Eyni zamanda Pezeşkiyan, əvvəllər danışıqlara səsləniş edən Pezeşkiyan dünən saat 12-də Tehranda hakimiyyət yanlılarını deməli etiraz deməli öz dəstəyini göstərməyə çağırış etdi və etirazların arxasında ABŞ və İsrailin olduğunu Pezeşkiyan da bildirmiş oldu. Yəni bu deməkdir ki, artıq deməli İran hakimiyyəti bütün əlindəki imkanlarla bu etirazları həmin şəxsləri ixtişaşçı, terrorçu adlandıraraq bu etirazları dağıtmaq üçün əlindəki bütün imkanları səfərbər edəcəkdir. Və biz regional aktorlar arasında da etirazlara fərqli reaksiyaların şahid olduq. Sözsüz ki, ABŞ və İsrail baş verənləri tənqid etsələr də, regionun fərqli dövlətləri, istər Oman olsun, istər digər region dövlətləri olsun, burada biz İran hakimiyyətinə müəyyən dəstəyini göstərdilər. Hətta Omanın Xariclər Nazirliyi biz bilirik ki, İrana səfərə gəldi, Abbas Əraqçı ilə görüşdü və daha sonra Hakan Fidanın da açıqlaması oldu ki, bəs İrandakı etirazlar, İsrail İrandakı etirazları manipulyasiya edir və heç bir halda öz istəyinə nail olmayacaqdır. Aydındır Sultan bəy, çox önəmli detallara siz toxunmuş oldunuz. Elə Amerika Birləşmiş Ştatları İsrailin mövqeyindən söhbət düşmüşkən, həm də Pəhləvidən az öncə danışmışkən, Yerusəlim Postda Pəhləvi ilə bağlı bir yanaşma sərgilənir və vurğulayırlar ki, həmin yazıda Pəhləvinin ümumiyyətlə hakimiyyətə qayıtması bu proseslərin gələcək taleyinə heç də müsbət təsir göstərmir. Ümumiyyətlə tərəflərin münasibəti necədir Pəhləvinin hakimiyyətə gətirilməsi mövzusuna? Mesela mən ona az öncə toxundum müəyyən qədər Züleyxa xanım. Maraqlıdır ki, bugünə qədər Pəhləvini mediada daha çox bir növ promot, yəni yayan elə İsrail mediası idi. Mən də o baxımdan maraq doğurdu bu məsələ. Mütəmadi şəkildə izləyirəm onların o mediasını və bəli, Pəhləvinin özünü bir növ təbliğ edən məhz İsrail olduğu heç kəsə sir deyildir. Amma artıq son günlər biz görürük ki, İsrail belə Pəhləvinin yanlış adam olduğunun fərqinə varır və bunu artıq media resursları vasitəsilə də etiraf edir. Mən düşünürəm ki, İsrail özü də gördü ki, Pəhləvi gözləntiləri doğrultmadı və bu bir versiyadır, bu bir ssenaridir ki, İsrail gördü ki, Pəhləvi deməli
Pəhləvinin dayaqları kifayət qədər möhkəm deyil və onun hakimiyyətə gəlmə ehtimalı aşağıdır. Ona görə bir növ Pəhləvidən əlini üzdü. Başqa bir versiya ondan ibarətdir ki, bəlkə də İsrail bilərəkdən elə Pəhləvinin hakimiyyətə gəlməsini istəyir. Çünki İsrail bilir ki, əgər Pəhləvi hakimiyyətə gəlsə, o zaman İran güclü bir İran olmayacaq. İranda xaos və anarxiya davam edəcək. Xüsusilə də etnik qruplarla Tehran arasında ixtişaşlar və gərginlik davam edəcək və bu da İranın həmişə zəif və nəzarətdə qalmasına gətirib saracaq ki, İsrail üçün də ən uyğun ssenari budur. Yəni burada sözsüz ki, fərqli versiyalar var, amma reallıq ondan ibarətdir ki, bu hadisələr bir daha göstərirdi ki, Pəhləvinin indiki halda orada bir növ xalqın əksəriyyətin istəyi ilə hakimiyyətə gəlmək ehtimalı yoxdur. Bundan başqa biz mediada ABŞ-ın hücum müdaxiləsi məsələsini tez-tez görürdük və yenə də deyirəm, ABŞ-ın müdaxiləsi %100 istisna olunmamalıdır ki, belə bir hal ola bilməz. Bu ehtimalı mən çox böyük qiymətləndirmirəm, çünki bu müdaxilə tutaq ki, hansı formada baş verəcək Züriyə xanım? Ya tutaq ki, 12 günlük müharibədə olduğu kimi ABŞ təyyarələri İrandakı strateji məntəqələri bombaladılar. Bu nə qədər deməli İrandakı insanlara hakimiyyətə qarşı kömək olmuş olacaq. Yəni əvvəlki müdaxilə zamanı biz xalqın ayağa qalxdığının şahidi olmadıq. Bunun da əsas səbəbi odur ki, hər nə qədər İranda xalq arasında rejimi sevməyənlər olsa da, Amerikanı, ABŞ-ı, İsraili sevməyənlər heç də az deyil. Yəni anti-amerikanizm İranda kifayət qədər geniş vüsət alıb. Bu baxımdan ABŞ-ın indiki halda müdaxiləsi əksinə deməli hakimiyyət nümayəndələrinin deməli arqumentlərini əsaslandırmış olar ki, baxın, etirazların arxasında doğrudan da ABŞ kimi qüvvələr dayanır ki, məhz indi onlar həmin etirazlara kömək eləmək üçün müdaxilə edirlər. Ona görə indiki halda mən bu etirazların xüsusilə yaxın günlərdə fundamental bir dəyişiklik deməli dəyişiklik nəticələnəcəyini inanmıram. Xüsusilə də indi artıq deyilənlərə görə etirazlar bir çox şəhərlərdə yatırılır. Amma istənilən halda bu İranı məcbur edəcək ki, müxtəlif güzəştlər getsin, müxtəlif islahatlara əl atsın. Hər şeydən əvvəl mən düşünürəm ki, İranda neftin və qazın satılma mexanizmlərində dəyişikliklər deməli istiqamətində addımlar atıla bilər. Çünki İranın əsas gəlirləri məsələ neftdən, qazdan həyata keçir. Bunun da yolu islahatlardan keçir. Bəli, burada da islahatlar vacibdir. Burada düşünürəm ki, ya bu istiqamətdə islahatlar olar, ya da ki, tutaq ki, Məsud Pezeşkiyan hansısa bir iqtisadiyyatda şok terapiyanı, yəni iqtisadiyyatın liberallaşdırılması kimi islahatları təqdim edə bilər ki, bunların da sözsüz ki, həyata keçirilməsi müəyyən qədər vaxt alan bir şeydir. Digər bir versiya odur ki, oliqarxlar, deməli, hakimiyyət oliqarxların üzərinə düşə bilər ki, oliqarxlardan əldə keçirilən pulla ölkə iqtisadiyyatını müəyyən qədər canlandırmağa çalışsın. Daha radikal islahatlara da əl atıla bilər. Yəni, hətta Pezeşkiyanın, bilirsiniz, İranda hakimiyyət daxilində də ciddi hakimiyyət savaşı var və Pezeşkiyanı sevməyənlər də az deyil. Hətta etirazlardan bir həftə əvvəl dekabrın 21-də məclisin sədri Məhəmməd deməli Bağır Qalibaf çıxış etmişdi ki, Pezeşkiyana qarşı etimadsızlıq belə baş verə bilər, əgər Pezeşkiyan vəziyyəti yoluna salmasa. Yəni, burada sözsüz ki, hakimiyyət daxili mübarizənin davam edəcəyi və bunun fonunda da dəyişikliklərin baş vermə ehtimalı da nəzərdən keçirilməlidir. Aydındır Sultan bəy, sizə minnətdarlığımızı bildirirəm, dəyərli vaxtınızı bizim üçün ayırdığınıza görə.